Uşaqlarda check-up müayinəsi necə aparılır? Uşağınızı müayinə etdirmək istəyirsinizsə, 30 analiz verməyə ehtiyac yoxdur. Əsas olan həqiqətən vacib müayinələri düzgün təyin etməkdir. Bir pediatr kimi azı ildə bir dəfə bu analizləri tövsiyə edirəm. Birinci, qan ümumi analizi. Bu, qan azlığı, iltihab və qanda allergik fon haqqında məlumat verir. İkinci, feritin. Çünki uşaqlarda bir çox hallarda gizli dəmir çaşmamazlığı müşahidə olunur. Üçüncü, sidiyin ümumi analizi. Bu, böyrək və sidik yollarında problemin olub-olmamasını göstərir. Dördüncü, nəcisin ümumi analizi. Burada qurd yumurtalarının və parazitlərin aşkarlanması və beşinci, vitamin D-nin səviyyəsi. Müayinələrdən isə qarın boşluğunun ultrasəs müayinəsi çox faydalıdır və məktəb yaşlı uşaqlarda elektrokardioqramma olunması məsləhətdir. Vacib məqam, yalnız analiz nəticələrinə əsaslanmaq düzgün deyil. Ağıllı check-up müayinəsi odur ki, laborator nəticələri ilə uşağın boy çəki göstəriciləri, əzələ sümük sisteminin şafı və ümumi klinik vəziyyətinin dəyərləri həkim pediatr tərəfindən bir yerdə qiymətləndirilsin. Hörmətli valideynlər, uşağınızın analiz və müayinə nəticələri ilə qeyri-pediatr mütəxəssislərinə müraciət etmək yanlışdır. Biz məsuliyyətli olaq ki, uşaqlarımızın problemləri vaxtında aşkarlanıb, aradan qaldırılsın.